Deməli bugün növbə öz şəxsi maşınımızındır. Maşın Kia Optima 2012-ci il K5-də, yəni Koreyadan gəlmə modeldir. Maşında olan problem, maşın dartınır, çəkmir. Yəni müştəriləri maşını düzəldə, axırı öz maşınımızda, yəni belə nasazlıqlar olur. Heç xoşuma gəlmir, çünki qaz verirsən fikirləşir. Gərək 3000 obrot verəsən, birdən-birə farsaj verə, ax tüsü verə, açıla. Yəni maşının çəkimi çox zəifdir. Svetoforda falan duranda taxometr elə bir ki, ani moment belə atır, buraxır. İndi bir dənə bunun üzərində işləyəcəyik, problemi də çəkib göstərəcəm, görək nədəndir bu, dərdi sər nədir bu. Problemin səbəbini tapmışıq, deyiləsi deyil, biabırçılıqdır. Deməli, babinləri çıxartmışıq, vəziyyəti çox biabırçıdır da, yəni məndə ömür boyu babin belə olmayıb, elə bildim ki, üst krişkanın prokladkası buraxıb, yağdır. Amma içinə baxdım ki, içi qupqurudur. Çox maraqlı qaldı ki, bu niyə belə bu vəziyyətdə yanıb. Bunlar ikisi normal vəziyyətdədir. Məndə həmişə dördü də bu vəziyyətdə olub. Qapqara qaralıb. Ağızlarına bax bir dənə. Gör nə vəziyyətdədir. Bunun da səbəbi bu gördüyünüz şərəfsiz sveçadır. Hansı ki mən orijinal almışam ha. Buna bax. Gör necə partlayıb. Motorun kompresi də buradan vurur boş hissədən. Bu partlaq olduğuna görə də buradan çıxır. Bax bu vəziyyətdə. O buraları hamısını qaraldır, yandırır. Bax gör necə partlaqdır bax. Görürsünüz. Bu da obrisi sveçalardır. Bu da babına doğru gedirmiş. Yarıda saxlamışam, vaxtında hiss eləmişəm. Orijinal adı ilə aldığımız sveça başımıza belə bir oyun gətirir. Yəni mən ustayam, mənim başıma belə bir iş gəlirsə, sizin də başınıza gəlməyi normaldır. Qəşəng yuduq təmizlədik, mənim ürəyim partlayardı o babinlər o vəziyyətdə bağlansaydı üstünə. Ən azından o birisilər kimi təmizləndi. İndi bir dənə orijinal sveça ilə əvəzləyəcəyik, bağlayacaq üstünə. Sveçalar qardaşlar, deməli 3000 gedib. 3000-ə sveçanın belə partlamağı normal bir şey deyil, məhsulun keyfiyyətsizliyi, bırak olmağı deməkdir. Məhsulu aldığımız mağaza sağ olsun, yenisi ilə əvəzlədi, verdi bizə, yəni təmənnasız şəkildə. Yəni bu şirkətin problemidir, yəni nə məhsulu satan, nə də ki bizim problemimiz deyil. Orijinal adı ilə almışıq, yəni orijinal veriblər. Sadəcə məhsulun içində bir bırakmal çıxıbsa da bizim başımızda partlayıb. İndi dəyişib, orijinalla əvəz edib, qoyacaq üstünə, bütün problemlər aradan qalır. Bu da bunların fərqi. Təzəsi budur, bu da ki külləmə kartof olan vəziyyətidir. Belə sveç olar. İnşallah ki bu normal işləyər. Ümid eləyirik. Sveçaları dəyişdik, babinlər təmizləndi. Xodda. Normal işləyir, indi bir dənə sürəyi yoxlayaq, görək nə göstərəcək. Qardaşlar, maşında həqiqətən çox fərq var. Bunu sizə videoda hiss elətdirə bilmirəm, amma yəni ayağımda hiss eləyirəm ki, qazın həssaslığı da yumşalıb, maşının çəkimi də rahatlaşıb, qaz verən kimi naxadı fikirləşmir, maşını dartır, aparır. Düzdür, 2 sadə motordur, bundan kosmik göstərici əldə eləmək mümkün deyil, amma hər bir halda əvvəlki vəziyyəti ilə indikinin arasında çox fərq var. Ona görə məsləhətim odur ki, əgər hansısa bir maşında nasazlıq hiss eləsəz, vaxtında çalışın, ustaya aparın, göstərin, vaxtında düşün üstünə. Çünki 5 manatlıq iş sabahsı gün 10 manat olacaq. Özünüzə yaxşı baxın, video ilə bağlı hər hansı sualınız, fikriniz varsa rəy bölməsində yaza bilərsiniz. Əlaqə nömrəsi və ünvan profildə qeyd olunub. Əgər müraciətiniz varsa, əlaqə saxlayıb yaxınlaşa bilərsiniz.